fani dünyaya gözümü açanda ölkəni dağılıb parçalanmış gördüm. Səfəvi dövləti əvvəlki kimi qüdrətli bir türk məmləkəti deyildi. Qonşu məmləkətlər bundan istifadə edib torpaqlarımızı işğal eləməyə çalışırdılar. Bütün bunlar mənim qeyrətimə toxunurdu. Amma hələ ki müqavimət göstərməyə aciz idim. Taxta çıxandan sonra məmləkətin belə miskin hala düşməyinin səbəbini anladım. Hərc-mərcilik ondan idi ki, hökm bir adamın ixtiyarında deyildi. Hər tayfa əmiri, hər zorlu əyan özünü hökmdara bərabər tuturdu. Bu səbəbdən məmləkət paramparça olmuşdu. Ən əvvəl bunu aradan qaldırmaq lazım idi. Barmaqlar birləşməsə, yumruq olmaz. Sədaqətli ordu yarattım. Əmirlərin hərc-mərciliyinə son qoydum. Məmləkətin itirilmiş vilayətlərini geri qaytardım. Səltənətin əvvəlki qüdrətini bərpa elədim. Fitnə fəsadı, xəyanəti ağır cəzalandırdım. Neynədimsə, məmləkətimin, dövlətimin qüdrəti üçün elədim. Ürəyim parça-parça olsa da, mən doğmalarımı, mən yaxınlarımı da qurban verdim. Hamı dedi, Şah Abbas qəddardır, zalimdir. Zira anlamadılar ki, böyük əməllər böyük qurbanlar tələb edir. Böyük səltənət əzəmətli ağac kimidir. Mən bu ağacı əyilməyə qoymadım. Başını dikəldib asimana çatdırdım. Mən Türk Qızılbaş məmləkətinin hökmdarı Şeyx Heydəroğlu İsmail Bahadurun xələfi Şah Məhəmmədoğlu Şah Abbas Səfəvi